Buraxılış imtahanına hazırlaşanlar üçün ən yeni kitabdan 2 test nümunəsi sual cümlələrinə aiddirlər. Düzgün sual cümlələrini seçməliyik. A variantının cümləsi She had a haircut yesterday, didn't she? Yəni dünən o saçını kəstirdi. Elə deyilmi? Əsas feilə baxırıq had. Keçmiş sadə zamandadır. Ona uyğun olaraq tag question, yəni belə doğru dildə desək, quyruq forması, cümlənin quyruq forması inkarda olmalıdır. Çünki əsas feil keçmiş zamanda və təsdiqdədir. Keçmiş zaman üçün nəzərdə tutulan köməkçi feil did olduğundan onun inkar variantını yazmalıyıq. A variantı düzgün cavabı ödəyir, amma digər bəndlər niyə səhvdirlər? B variantında where has she such a nice haircut? Burada demək istəyib ki, o belə gözəl saç düzümünü, saç kəsimini harda edib? Cümlə köməkçi feildən istifadə olunmalıdır, keçmiş zamandadır. Deməli, belə olmalıdır əslində cümlə. Where did she have? Had varsa, burada haddən sonra had və mübtəda gəlməlidir arxasınca. Daha sonra isə feilin 3-cü forması və ya participle to gələ bilərdi. Onda cümlə düzgün hesab oluna bilərdi. Amma gördüyünüz kimi burada ikinci bir feil yoxdur. Deməli, cümlə belə olmalıydı. Where did she have such a nice haircut? Where did she have? Çünki keçmiş zamanda sualı düzəltmək üçün diddən istifadə olunmalıdır. Sonra mübtəda, sonra arxasınca xəbər. Cümləmizə uyğun olaraq xəbər işlənməlidir. B ona görə səhvdir. C variantında when has she had? Biz bilirik ki, when'dən sonra have və ya has istifadə olunmur. Ümumiyyətlə, indiki bitmiş zamanın when'i əvəz edəcək sual forması how long olmalıydı. How long has she had olsaydı, onda düzgün hesab edə bilərdik. When'dən sonra indiki bitmiş zamanın köməkçi feili, yəni sual əmələ gətirən köməkçi feili istifadə olunmur. D variantında has she a haircut at these hairdressers? Bu sual əslində danışıq dili üçün uyğun ola bilərdi. Düzgün cavab kimi götürmək olardı. Amma biz testlərdə qrammatik biliyimizin göstərməliyik. Qrammatik biliyimizin nə qədər düzgün olduğunu göstərməliyik. Məsələn, ola bilərdi has she got a haircut? Onu düzgün hesab etmək olardı. Yəni, has plus feilin 3-cü forması və ya participle to olsaydı düzgün ola bilərdi. Bu ya dediyim kimi olmalıydı. Has she got və yaxud da ki did she have formasında olmalıydı. Qrammatik qaydalara görə. D variantı da yanlışdır. E variantında which haircut does she has yox, does she have olmalıydı. Doğrudur mu? Ona görə düzgün cavab A variantı. İkinci test A variantı. How often they have. Artıq sual sözündən sonra mütləq köməkçi have, köməkçi feil gəlməliydi. Yəni bu zamana uyğun olaraq, cümləmiz hansı zamandadırsa ona uyğun olaraq. How often sual cümləsi adətən sadə zamanlarla istifadə olunur. Məsələn, how often do they have a good time together ola bilərdi və yaxud da ki, how often did they have ola bilərdi. Yəni, how often-dan sonra do və yaxud da ki, məsələn, does, did, bunlardan biri gəlməlidir. Yəni, köməkçi feil gəlməlidir. Burada köməkçi feil olmadığına görə A səhvdir. B variantında had the team members yenə cümlə have və ya had və ya haslə başlayırsa, bunda mübtədadan sonra feilin 3-cü forması, yəni participle to işlənməlidir. Xüsusilə qrammatik qayda üçün. Danışıq dilini nəzərə tutmuram. Had the team members, məsələn, orada got ola bilərdi və yaxud da ki 3-cü forma və ya cümlə belə başlamalıdır. Did the team members have a good time together? Yəni cümlənin sual forması yanlışdır. C variantında when the campers had a good time. Biz bilirik ki, when'dən sonra have və ya has bitmiş zamanların köməkçi feili gəlmir. Ona görə də C variantı səhvdir.
How long olsaydı, how long have the campers had a good time olsaydı onu düzgün cevap seçe bilərdik. D variantı. Does Leo have a good time drawing graffiti? Burada cümləmiz köməkçi feillə başlayıb. Does və mübtəda gəlib arxasınca. Mübtədadan sonra isə mübtədaya uyğun olaraq cümləyə, sual cümləsinə uyğun olaraq feildən istifadə olunub. Ona görə düzgündür. Does Leo have a good time drawing graffiti? Belə düzgün cümlə hesab olunur. Çünki qaydaları tam ödəyir. E variantı bəs niyə yanlışdır? Where does the child has yox, have olmalıydı. Where does the child have a good time? Düzgün variant D.